Salam, Avropanın daxili sularına baxırıq. Deməli, Avropanın çayları üç hövzəyə aiddir. Şimal Buzlu okeanı, Atlantik okeanı və daxili axar su hövzə. Daxili axar su hövzə deyəndə biz bura Xəzər dənizinə tökülənləri nəzərdə tuturuq. Xəzər dənizinə Ural, Emba çayları tökülür Qazaxıstan ərazisindən. Ural çayı Rusiyadan başlayır, Qazaxıstandan tökülür Xəzər dənizinə. Volqa çayı isə Şərqi Avropanın ən uzun, ən böyük çayıdır və biraz yaxınlaşdıraq bunu. Deməli, Volqa çayının mənsəbini görürsüz, burada delta var mənsəbində. Daha sonra deməli, bir dəqiqə. Aha, Volqa çayı yalnız Rusiyanın ərazisindən axır və Xəzər dənizinə tökülür. Don çayı var burada. Don çayı isə Azov dənizinə tökülür. Volqa və Don çayını birləşdirən burada Volqa-Don kanalı çəkilmişdir. Hansı ki, Azərbaycan da elə bu Volqa-Don kanalı ilə Dünya okeanına çıxa bilir. Yəni Xəzər dənizi, Volqa çayı, Volqa-Don kanalından keçirik Don çayına, daha sonra Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, daha sonra Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi və belə çıxırıq Atlantik okeanına. Daha sonra isə Dnepr çayı, Qara dənizə tökülən çaylara baxaq. Qara dənizə tökülür Dnepr çayı. Dnepr çayı Rusiyadan başlayır, Belarusiyadan keçir və Ukrayna ərazisində, Ukraynanın paytaxtı Kiyevdən keçir. Delta mənsəbli çaydır, Qara dənizə tökülür. Dnestr çayı, burada Dnestr yanı problem də var, Ukrayna ərazisindədir. Bu hissədə isə Ukrayna-Moldova sərhədindən axır. Daha sonra Dunay çayı. Dunay çayı Avropada 10 ölkədən keçir. Bu görə bu ölkələr hansı ölkələrdir? Dunay çayı başlayır Almaniyadan, daha sonra Avstriyadan keçir, Avstriyanın paytaxtı Viyanadan keçir. Daha sonra Slovakiya ərazisində, Slovakiyanın paytaxtı Bratislavadan, daha sonra Balaton gölü Macarıstandadır. Elə Macarıstandan da keçir. Dunay çayı Macarıstanın paytaxtı Budapeştdən keçir. Daha sonra isə deməli, Xorvatiyadan keçir, daha sonra Serbiyadan və bu hissədə Rumıniya, Bolqarıstan sərhədindən axır. Daha sonra Rumıniya ərazisində də əsas mənsəbi. Amma çoxlu qollara ayrılır. Onun qollarının bəziləri Moldova, bəziləri isə hətta Ukrayna ərazisindən gedib tökülür Qara dənizə. Ümumilikdə 10 ölkə olmuş olur. Daha sonra bunun burada ölkələr daha aydın görünən versiyası var. Bir dəqiqə. Aha, baxın. Deməli, Dunay çayı. Dunay çayı başladı Almaniyadan, daha sonra, baxın bura Almaniyadan, daha sonra Avstriya, Avstriyanın paytaxtı Viyanadan keçir, Slovakiya, onun paytaxtı Bratislavadan, daha sonra Macarıstan, Budapeştdən, daha sonra bu isə Xorvatiyadır, daha sonra Serbiya, Rumıniya və Bolqarıstanla Rumıniyanın sərhədindən axır. Əsas mənsəbi yerləşir Rumuniyada, amma qolları Moldova və Ukrayna ərazisindən də tökülür. Daha sonra baxaq Aralıq dənizinə tökülən çaylara. Deməli, Tiber çayı var. İtaliyanın paytaxtı Romadan keçir. İtaliyada həmçinin Po çayı var. Bu isə Adriatik dənizinə tökülür. Daha sonra burada Rona çayı. Rona çayı isə digər xəritəyə qayıdaq, o daha gözəl idi. Aha, baxın. Deməli, bu hissədə Po çayı Adriatik dənizinə tökülür. Tiber çayı dedik ki, bu İtaliyanın paytaxtı Romadan keçir. Rona çayı. Rona başlayır Fransa və İsveçrənin sərhədində yerləşən Cenevrə gölündən başlayır Rona çayı və Lion körfəzinə tökülür. Həmçinin bu Fransa ərazisindən burada Lion şəhəri var, oradan da keçir. Lion körfəzinə tökülür. Daha sonra isə Aralıq dənizinə tökülür Ebro çayı. Bu Ebro çayını həmçinin Qrinviç meridianı da kəsir. Baxın, bu Qrinviç meridianıdır. Qrinviç meridianı deməli hansı çayları kəsir? Şimaldan cənuba doğru. Temzadan sonra deməli Luara, Haronna və Ebro çaylarını Qrinviç meridianı kəsir. Daha sonra Ebro çayı deməli üç yarımkürədə yerləşir. Birbaşa Atlantik okeanına tökülən burada çaylar var. Guadalquivir, Tajo, Douro. Burada İspaniya və Portuqaliya ölkələri yerləşir Pireneya yarımadasında. Yəni Tajo, Douro İspaniyadan başlayır, amma Portuqaliya ərazisindədir mənsəbləri və Tajo Portuqaliyanın paytaxtı Lissabondan keçir. Daha sonra Biskay körfəzinə tökülən burada Harona və Luara çayları var. Hansı ki, bunları Qrinviç meridianı kəsir deyə üç yarımkürədə yerləşir. Fransa ərazisindən gəlib tökülürlər Biskay körfəzinə. Daha sonra şimala doğru gedək. Ümumiyyətlə çayları çalışın sırayla öyrənin. Yəni qərbdən şərqə, şimaldan cənuba,
Yəni müəyyən bir ardıcıllıqla, sırayla irəliləyin ki, xəritədəki yerini biləsiniz. Deməli, La-Manş boğazından tökülür Sena çayı. Sena çayı, deməli, Qrinviç kəsmir. Yəni bunu mütləq şəkildə bilin. Çünki yan-yana deyə bəzən bunu qarışdırırlar, amma Senanı kəsmir. Sena tökülür La-Manş boğazına. La-Manş boğazından İngiltərə və Fransanı birləşdirən sualtı tunel çəkilib. Daha sonra bu Temza çayı Londondan keçir, İngiltərənin paytaxtı və onu Qrinviç kəsdiyinə görə üç yarımkürədə yerləşir. Şimal dənizinə hansı çaylar tökülür? Reyn və Elba çayları. Reyn və Elba Şimal dənizinə tökülür. Daha sonra Reyn çayı haqqında onu deyə bilərik ki, mənbəyi Boden gölüdür. Boden gölü isə baxın bura İsveçrədir, sağ tərəf Avstriyadır, bu tərəf isə Almaniyadır. Deməli İsveçrə, Avstriya və Almaniyanın sərhədində yerləşir. Yəni üçünün də ərazisinə düşür Boden gölü. Boden gölündən başlayır Reyn çayı və Fransanın Strasburq şəhərindən keçir, Almaniya ərazisindən axır və həmçinin Niderlandın Rotterdam şəhərindən də keçir. Daha sonra isə Şimal dənizinə tökülür. Deməli, Reyn, Elba Şimal dənizinə tökülür. Burada Odra və yaxud da Oder çayı var. Bu çay Almaniya və Polşanın sərhədindən axır. Visla çayı isə Polşanın paytaxtı Varşavadan keçir və Oder, Visla, Neman, Daugava çayları Baltik dənizinə tökülürlər. Daugava çayı hətta buradakı Riga körfəzinə tökülür. Daha sonra isə Avropanın şimalında Rusiya ərazisində olan Ladoqa, Onega gölləri var. Hansı ki, bunlar buzlaq mənşəli göllərdir. Bilirik ki, Avropanın şimalı 4-cü Zöv buzlaşmasına məruz qalıb. Buna görə də burada buzlaq mənşəli göl çeşidləri var. Onega'dan Ladoqaya Sivir çayı axır, tökülür. Deməli, Ladoqadan Fin körfəzinə isə Neva çayı tökülür. Həmçinin daha sonra burada şimalda bir qədər şimalda deməli Şimal Divina çayı var, Ağdənizə tökülür və Peçora var, hansı ki onu Şimal qütb dairəsi kəsir. O isə Peçora dənizinə tökülür. Daha sonra bu oldu Avropanın çayları. İndi ümumi məlumat olaraq baxaq. Skandinaviya yarımadasında yerləşən, Skandinaviya dağlarına axan bəzi çaylar var. Bu çaylarda çoxlu astana və şəlalələr olduğuna görə gəmi nəqliyyatı üçün əlverişli deyil. Amma ağac ağdırılmasında istifadə olunur. Bir də hidroenerji ehtiyatları böyükdür. Norveç, İsveç, Finlandiyada bundan istifadə eləyir. Hidroenerji ehtiyatlarına görə Norveç Avropanın bütün ölkələrindən irəlidədir. 937 su elektrik stansiyası fəaliyyət göstərir. Enerji tələbatının 96% ilə SES-lərin hesabına düşür. Alta SES də Norveç ərazisindədir. Bu arada bu məlumatlar 9-cu sinif dərsliyindəndir. Adam başına düşən elektroenerji istehsalına görə dünyada birinci yeri tutur. Orta Avropanın çayları isə düzənlik ərazidən axdığına görə və il boyu səviyyəsinin yüksək olması, donmaması, bu Avropanın qərbindən axan çayların gəmiçilik məqsədli istifadə edilməsinə imkan yaradır. Estuar mənsəbli çaylardır, çünki orada qabarma çəkilmələr var. Reyn, Sena, Loara kimi çaylar. Daha sonra isə deməli Temza çayı. Temza çayı dedik ki, İngiltərənin paytaxtı Londondan keçir və qabarma zamanı okean gəmiləri Londona qədər gedib çıxa bilir. Yəni mənsəbdən 64 kilometr irəli gedir. Daha sonra, daha doğrusu, şəhərin içərisinə qədər gəlib çıxa bilir böyük gəmilər, okean gəmiləri. Daha sonra həmçinin içməli su kimi istifadə olunur. Dunay çayının uzunluğu isə 2850 kilometrdir. Alp, Karpat, Balkan dağlarından çoxlu sayda qollar qəbul edir. Yazda qarların əriməsinə əlaqədar olaraq çayın suyunun səviyyəsi qalxır. Böyük nəqliyyat əhəmiyyəti var. Dunay, Main, Reyn gəmiçilik kanalı Qara dənizdən Şimal dənizinə qısa yolla çıxmağa imkan verir. Baxın, bu Dunay çayı ilə Reyn çayını birləşdirən Dunay, deməli, Main, Reyn kanalı seçilib. Bu Qara dənizlə Şimal dənizi hövzələrini birləşdirir. Daha sonra isə baxın, burada Dunay çayı keçdiyi 10 ölkə göstərilir. Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna ərazisinə qolları düşür. Hidroenerji resurslarının, yəni sudan alınan enerji resurslarının Fransada 92% mənimsənilib, İsveçrədə 91%, İtaliyada isə 86% mənimsənilib. Avropanın cənubunda əsas çaylar Taxo, Po çaylarıdır. Bu da suvarma əhəmiyyətinə malikdir. Çünki bu hissənin çayları qışda bol sulu olur. Yayda yağış yağmadığına görə
suvarmada istifadə olunur. Şərqi Avropanın çayları isə düzənliklərlə sakit axır. Volqa, Dnepr, Don, Peçora, Ural iri çaylardandır. Ən uzun çay Volqadır. Üstündə kaskad var. Kaskad nə deməkdir? Yəni həmin çayın üzərində ardıcıl su anbarı tikilib. Əgər bir çay üzərində ardıcıl su anbarları tikilibsə, buna kaskad deyilir. Daha sonra Volqa çayı ilə Don çayını birləşən Volqa-Don kanalı çəkilib. Bu Xəzər hövzəsi ilə Qara dəniz hövzəsini birləşdirir. Daha sonra Şərqi Avropanın çayları qışda donur, yazda isə daşır. Avropada göllər də çoxdur. Fərqlənənlər burada Ladoqa, Onega'dır. Rusiya ərazisində, Venerin, Vetterin İsveçdə, Sayma, Inari Finlandiyada, Balaton Macaristanda, Boden Almaniya, İsveçrə, Avstriya, Cenevra isə Fransa və İsveçrənin sərhədindədir. Həmçinin İtaliyada Qarda gölü var. Bu buzlaq tektonik mənşəlidir. Milan və Venesiya turizm bazaları arasında yerləşdiyinə görə gölün sahillərində əyləncə, şou, məşhur moda nümayişlərinin keçirilməsində hər şərait yaradır. Daha sonra bir dəfə də bu xəritəyə qayıdaq. Ümumilikdə bu çayların hamısının yerini öyrənmək lazımdır. Xüsusilə də bayaq adını çəkdiklərimizi. Dunay çayının keçdiyi ölkələrdir. Hansı paytaxtlardan keçdi? Avstriyanın paytaxtı Viyanadan, Slovakiyanın paytaxtı Bratislavadan və Macarıstanın paytaxtı Budapeştdən keçdi. Daha sonra paytaxtdan keçənlər Tiber çayı Romadan keçirdi, Taxo Lissabondan keçir, Sena Parisdən keçir, Temza Londondan keçir, Visla Varşavadan keçir. Belə, bu qədər.